Birləşmiş Ştatlar İrana 30 milyard dollar investisiya ayrılması planını nəzərdən keçirir. CNN-in məlumatına görə Trump administrasiyası Tehranın uranı saflaşdırmaqdan imtina etməsi şərti ilə bunu reallaşdırmaq istəyir. Sərmayənin mülki nüvə enerjisi proqramı üçün nəzərdə tutulduğu bildirilir. İddialara görə ABŞ bu ideyanı Yaxın Şərqin aparıcı ölkələri ilə də götür-qoy edib. Bundan başqa İrana tətbiq edilən sanksiyaların yumşaldılması və ölkənin dondurulmuş aktivlərinin sərbəst buraxılması da müzakirə predmetidir. Vəsait birbaşa Vaşinqtondan deyil, ərəb ölkələrindən gələcək. Şərhçilərin fikrincə Birləşmiş Ştatlar İranı növbəti nüvə müzakirələri masasına çəkməyə çalışır. Ağ Ev belə həmlələrlə Tehrandan nüvə silahından imtina ilə bağlı zəmanət almaq istəyir. Amerika Birleşik Devletleri İran'ın bölge Arap ülkeleri için nükleer konusunda tehdit olacağı yönünde bir teklif ile bu parayı temin etmeye gideceği anlaşılmaktadır. Ancak İran uzun yıllardır nükleer konusunda çalışmaları olduğu bilinen bir ülkedir ve önemli yol kat ettiği değerlendirilen İran'ın 30 milyar dolar karşılığında bu programdan vazgeçme ihtimali oldukça zayıf görülmektedir. Tehran hələ ki Vaşinqtonun təkliflərinə biganə yanaşır. Ölkənin Xarici İşlər Naziri Abbas Araqçı ABŞ ilə görüşmək planlarının olmadığını bildirib. Diplomat deyir ki, dialoqun bərpası istiqamətində heç bir razılaşma əldə edilməyib. Nazir Birləşmiş Ştatların hücumlarının vəziyyəti xeyli gərginləşdirdiyini də vurğulayıb. İran həm də müzakirələrin qeyri-rəsmi kanallarla aparılmasının da əleyhinədir. Bütün bunlara baxmayaraq, Əraqçı diplomatiyanın davam etdiyini və xarici həmkarları ilə əlaqədə olduğunu bildirib. Vaşinqtonla Tehran arasında iplərin gərildiyinə baxmayaraq, analitiklər qarşıdakı günlərdə nüvə danışıqlarının növbəti mərhələsini istisna etmirlər. Vəziyyət elədir ki, bu günləri İranın mütləq şəkildə danışıqlar masasında oturmaq və hansısa təkliflərə hə demək məcburiyyətində qalıb. Və düşünürəm ki, biz qısa zaman kəsiyində ilkin olaraq üçüncü tərəflərin belə deyək, vasitəçiliyi ilə olsa da, amma son mərhələdə birbaşa ABŞ-İran danışıqlarına da şahidlik eləyəcək. Qeyd edək ki, Vaşinqtonla Tehran arasında nüvə danışıqlarının 6-cı raundu iyunun 15-nə təyin olunmuşdu. Lakin iyunun 13-də İsrail-İran gərginliyinin başlaması ilə dialoq baş tutmadı.